Hər vaxtınız xeyir olsun, hörmətli kanal izləyicilərimiz. Bugün sizə 2 sot torpaq sahəsində boş evlərin qiymətinə, gözəl bir 2 mərtəbəli 4 otaqlı evimizin təqdimatındayım. Evimiz hal-hazırda yaşayışlıdır, dəyərli izləyicilərimiz. Çoxdan evdir, oturuşmuş evdir, həyətindəki ağaclardan da bəllidir. Gördüyünüz bar verən meyvə ağaclarından istifadə olunub. Evin ən əsaslı odur ki, yan tərəfinə, arxa tərəfinə keçmək olur. Üz görünüşünə baxın, belə bir gözəl üz görünüşü var. Günəş çıxana, gün çıxana baxan evdir. Həyətə daxil olan avtomobil qapısı. Həyətə rahat şəkildə iki avtomobil daxil olur. Oturub durmaq üçün də kifayət qədər ərazisi var. Bütün kamyonlar var, sayğaclar var, mərkəzi kanalizasiya sistemi həyətin trap sistemində kimi mövcuddur. Həyətin sahəsi ağlay daşlardan döşənilib. Həyətində belə bir moykası və ən əsasdakı sanitar qovşaq həyətin sahəsində var. Ehtiyat su çəninə kimi hər birisi quraşdırılıb. Tam hazır ev, yəni gir yaşa. Ev sahibi deyir ki, istəyən olsa əşyalı da verə bilərəm, əşyasız da verə bilərəm. Təbii ki, açıqlayacağımız qiymət əşyasızdır. İstəsəniz əşyalı da götürə bilərsiniz. Qiyməti videonun sonunda açıqlayacağım. Və kombi bütünlüklə ayrı-ayrılıqda yerləşdirilib. Fundament, mərtəbə arası kənarına kimi hər birisi mövcuddur. Evin yan tərəfini göstərim sizə. Baxın, yan tərəfinə, arxasına rahat şəkildə keçmək olur. Daş tikilidir. Daxil oluq evimizin iç sahəsinin təqdimatına. Yerləşməli gözəl ərazidir. Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin yaxınlığında. Daxil oluq evimizin iç sahəsinin təqdimatına. Evimizə daxil olarkən baxın, belə bir dəhliz qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsiyləndir. Sol tərəfdə 2-ci mərtəbəyə qalxan pilləkənlər, sağ tərəfdə yerləşir evimizin qonaq otağı. Ev uzunluğunda qonaq otağıdır, yəni qonaq otağı genişdir. Əşyaların yerləşməsindən bəllidir ki, otağın nə qədər geniş olduğu. Kupçalıdır, dövlət ipotekasında da yararlıdır, evində torpağında kupçası var. Gördüyünüz bu əşyalar hər birisi evdə qala da bilər. Təbii ki, qiymətdə razılaşmaq şərti ilə. Burada yerləşir mətbəx. Səliqəli mətbəxi var, ev səliqəli saxlanılıb. Bütün də hər bir əşyası mövcuddur. Burada yerləşir. Birinci mərtəbədə yerləşən sanitar qovşaq. Qalxırıq ikinci mərtəbənin təqdimatına. İkinci mərtəbədə də yerləşir 3 yataq otağı, sanitar qovşaq və eyvana çıxışı var. İkinci mərtəbədə baxın, eyvana çıxışı bu hissədən eyvana çıxış, həyət yanı sahəsinə baxır. Burada yerləşir yataq otağından birincisi. Gördüyünüz kimi bütün əşyalar evdə qala da bilər. Hörmətli izləyicilərimiz, əşyasız şəkildə 115.000 manat. Təbii ki, mətbəx mebeldir, kombidir, hamam aksesuarlardır. Bunlar evdə qalır. Amma gördüyünüz bütün əşyalardan birlikdə olsa 125.000 manata təklif olunur. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.